Marsol Qrup, İş Adamları Cəmiyyətinin Milli Asosiasiyası və Kənaz Media Qrupun təşkilatçılığı ilə İşinin Adamını dinləyirsiniz. İşinin Adamı studiyadadır. Bəli, əziz dostlar, hər vaxtınız xeyirli olsun. Mən Kamran Yaradanquliyevin təqdimatında İşin Adamı layihəsini təqdim edirik hal-hazırda. Xoş gördük hər birinizi. İzləyənlər və dinləyənlər, İşin Adamı studiyadadır və onu salamlayırıq. Qonağımız Şehin Akademiya rəhbəri Jalə xanımdır. Jalə xanım Bəhramova. Jalə xanım, xoş gəlmisiniz. Salam. Necəsiz? Təşəkkür edirəm, yaxşıyam. Siz necəsiz? Əla, yaxşı. Mikrofona daha yaxın əyləşin və başlayaq. Jalə xanım, qısa, konkret, zəhmət olmasa sizi maşallah çox yaxşı tanıyırlar. Tanımayanlar tanısın. Bir. İkinci xahişim odur ki, yenə sizin yeni nəysə bir uğurunuz, layihələriniz var. Ayın 11-də olacaq deyəsən. Bəli, Yox, ayın 11-də. danışın gəlsin. Hər kəsi salamlayıram. Mən Jalə Bəhramova, Shein English School-un təsisçi direktoruyam. Və bizim şirkətimiz dünyanın 15 ölkəsində məktəb kimi fəaliyyət göstərir, amma biz Azərbaycanda xaricdə təhsil mərkəzi, beynəlxalq layihələrə hazırlıq və beynəlxalq imtahanlara hazırlıq mərkəzi olaraq fəaliyyət göstəririk. Və BMT-nin nəzdində fəaliyyət göstərən Change the World layihəsi var. Dünyada gəncləri hədəfləmiş və gənclər arasında diplomatiya, public speaking kimi vərdişləri təbliğ edən təşkilatın ölkə təmsilçisi və eyni zamanda Qafqazda təmsilçisi. Bizim əsas missiyamız Azərbaycan gənclərini dünyada mövcud olan tələbə networkinginin bir hissəsinə çevirmək. Tələbə networking. Bəli, və eyni zamanda əsas məqsədimiz Azərbaycan gənclərini qlobal layihələrin bir parçasına çevirməkdir. Görüntülər də təqdim olunur hal-hazırda. Və dayanmadan bu sahədə artıq 4-cü ilə qədəm qoyuruq, fəaliyyət göstəririk. Əsas missiyamız Azərbaycan gənclərinin həqiqətən də potensialı olduğunu bir daha dünyaya sübut etməkdir və baxmayaraq ki 4 ildir təşkilatımız 25 il dünyada fəaliyyət göstərir, amma biz artıq Azərbaycan komandası 4 ildir bu təşkilata üzvük və bu 4 il ərzində qısa müddətdə yetər qədər komandamız uğur əldə edib və bu bizim Azərbaycan gəncliyinin potensialını, hədəfini göstərir və mən də bu missiyanı da onlara dəstək oluram. Mənim üçün tələbələrimizin və gənclərimizin uğuru çox önəmlidir. Mən özüm də xaricdə təhsil almışam. Bəzən Azərbaycanda ənənəvi bir sual var. Niyə xaricdə yaşamadınız? Niyə Azərbaycana qayıtdınız? Mən düşünürəm ki, hər birimiz üçün dövlətçiliyimiz və özümüz birinciyik. Mən düşünürəm ki, Amerikada 3-cü dərəcəli mütəxəssis olmaqdansa, ölkəmizdə 1-ci dərəcəli mütəxəssis olmaq və biz bu yolda insanlara mayak olmaq daha önəmlidir. Və artıq 18 ildir ki, bu sahədə fəaliyyət göstərirəm və əsas missiyamda məhz xüsusi təhsil almaq istəyən tələbələrimizin xəyallarını gerçəkləşdirmək və bu yolda dayanmadan çalışıram. Bu sahədə sizin yetəri qədər təcrübəniz var. Sizin keçdiyiniz yoldan məsləhət almaq istəyən, xidmətlərinizdən yararlanmaq istəyən dostlara əlaqə nömrəsini xatırladım. Zəng və WhatsApp nömrəmiz 099 6 907 907. Bəli, 0996 97 97 nömrəsi ilə əlaqə saxlayın, birazdan eşidiləcəyik. İşinin Adamı davam edir. Əziz dostlar, bir daha hər birinizi salamlayırıq. İşin Adamı davam edir. Hal-hazırda nəzərinizə çatdırmaq istəyirəm ki, qonağımız Shein Akademiya rəhbəri dəyərli Jalə xanımdır. Jalə xanım, necəsiz? Sağ olun. Yaxın gələk zəhmət olmasa və mənim sizdən bir xahişim olacaq. Bugünkü gün efirimizdə sizin fəaliyyətinizi məncə eşidib də faydalana bilən çox adam var. Danışaq. Biz ümumiyyətlə şirkət olaraq bayaq qeyd etdiyim kimi xaricdə təhsillə bağlı hər bir şey edirik. Ümumiyyətlə övladlarınızın 6 yaşından başlayaraq İngilis dili öyrənməsi, beynəlxalq layihələrdə iştirak etməsi və dünyanın fərqli ölkələrində yay kampları həyata keçiririk və bu kimi işlərin hamısını bir şirkət olaraq üstələyirik. Amma bizim əsas missiyamız və marağımız daha çox debat yarışlarını, public speakingi təbliğ eləməkdir və tələbələrimiz arasında diplomatiyanı yaymaqdır. Ümumiyyətlə mən düşünürəm ki, bu günlərim sosial media və ümumiyyətlə insanlara, gənclərə təbliğ olunan karyera hədəfləri başqadır. Bəzən onlara, bəlkə də onları da qınamıram, amma TikToker olmaq, nə bilim, daha bayağı şeylər təbliğ olunur. Mən elə hiss edirəm, mən bir fərd olaraq kənardan bunu görürəm və biz də maksimum dərəcədə gənclərə daha çox
gələcəyə odaqlı olan peşələri və eyni zamanda daha rəsmi bir şeyləri təbliğ etmək özümüzə hədəf qoymuşuq və məhz Change the World layihəsini bu qədər qabartmağımızda da məqsədimiz gənclərimizi bir diplomat kimi yetişdirməliyik. Onlar gələcəyin diplomatları olmalıdır. Və onlar yüksək kürsülərdən Azərbaycanın səsi olmalıdır. Mən düşünürəm ki, bu da həmin görüntülər. Bəli, və bizim gənclərimizin o tribunadan çıxış etməsi, ölkəmizin adının hallanması bu bizim üçün həqiqətən qürur vericidir və hal-hazırda biz 6-cı gün 6 və bazar, yəni oktyabr ayının 11-i və 12-si Change the World layihəsinin ilkin demo Azərbaycan versiyasını həyata keçirəcəyik və bu layihədə özəlliyi odur ki, ilk dəfə olaraq Change the World Azərbaycandan qalib gələn 4 tələbəyə xüsusi qrantlar da verəcək. Və demək olar ki, Change the World-ün 25 illik tarixində belə bir istisnalar olmamışdı və biz bunu Azərbaycan komandasında bacarmışıq. Orada uşaqlar? Uşaqlar siyasi mövzularda debatlar aparacaqlar. Onlar bilirsiniz, biz eyni BMT-nin yaş fərqi var orada. 12 yaşdan başlayarıq. Hətta biz 10 yaş limiti də qoymuşuq. 10 yaşdan da istisna halda tələbələr götürülür. Və 22 yaşa qədər olan bütün gənclər bu yarışda iştirak edə bilərlər. Bəs tamaşaçı qismində gələ bilirlər? Bəli, biz dəstə qonaq qismində də valideynlərimizi dəvət etmişik, amma hal-hazırda bizim nömrələrimizi yəqin ki, siz paylaşılır. Azərbaycan dilində olacaq onlar? Xeyr, ingilis dilində. Debat ha? Bəli, tam ingilis dilindədir və burada tələbənin ingilis dilinin B1, B2 səviyyədə olması mütləqdir. Çünki bizim məqsədimiz zaten buradan potensial gənclərin tapılması və bizim növbəti mərhələlərdə yarışda iştirakçımız və hal-hazırda çox vacib məsələdir. Bunu həyatımda kəşf etdiyim mövzulardan biri budur. Kənardan kimsə gəlib valideyn ya da övladına baxa bilərmi? Bəli, təbii ki. Açıq qapıdır da yəni. Bəli, gəlib şəkildə Gənclər Mərkəzi, Bakı Gənclər Mərkəzində həyata keçiririk və eyni zamanda buradan bizi dinləyənlərə də səslənirəm. Biz hal-hazırda Fransada noyabr ayının 23-dən 30-una qədər səfərimiz olacaq və UNESCO-nun baş ofisində yenə də komanda olaraq debat yarışında yer alacaq. Və buradan bizi izləyən valideynlərimizə, bu şansı övladına yaşatmaq istəyən tələbələrimizə bu imkanı yaradırıq və bizimlə əlaqə saxlaya bilərlər və bu layihəyə qoşula bilərlər. Və ən çox aldığımız suallar, valideynlərimizi düşündürən sual ki, bu layihə mənim uşağıma nə qazandıracaq? Mən ən birinci deyərdim ki, bu sizin övladınıza özgüvən və böyük ictimaiyyət qarşısında çıxış etmə qabiliyyətini öyrədir. Bu da üzü pula gedir onsuz da. Gələcəkdə valla bunun faydasını hamı görəcək. Eynən və onlar 300 nəfərlik, 400 nəfərlik auditoriyanın qarşısında ingilis dilində hər hansı bir siyasi mövzuda çıxış etməyə, fikirlərini paylaşmaq özü bir özgüvəndir və kiçik yaşdan ona kostyumu, qalstuku geyindirib özünü bir diplomat şeypinə salmaq, formasına salmaq özü onlara bir ekstra bir neçədə başlayacaq saat? Məsuliyyət verir. Biz saat 10-dan 12-nin yarısına qədər rəsmi bölümümüzdür və daha sonra isə saat 12-nin yarısına 12-dən etibarən saatlıq debat yarışına start verəcək, 2 gün davam edəcək. Bazar günü var. Bəli, bazar günü də və yarış 3 komitədə həyata keçiriləcək və hər komitədən 6-cı gün yox, amma bazar günü gələ bilərəm. Bəli, gələ bilərsiniz. Saat neçədədir? Tezdən saat 9-dan 4-ə qədər davam edəcək. Dayanmadan debatlar olacaq. Və hər komitədən qalib olan tələbə isə 500 evro qrant qazanacaq və bu qrantda onun BMT-nin Change the World-ün BMT ilə birgə həyata keçirdiyi yarışlar tətbiq olunacaq və Change the World-ün üstünlüyü nədir? Mən onu bildirmək istəyirəm bizi dinləyən valideynlərimizə. Çox təəssüf ki, bugün sosial mediada bəzi dırnaq arası BMT adı altında insanlara təbliğ olunan, sadəcə olaraq qarşısına beynəlxalq adı qoyulmuş layihələr insanlara aldadılır və təbliğ olunur. Ümumiyyətlə, mən buradan valideynlərə səslənmək istəyirəm ki, övladınızın hansı yarışa gedirsə, onun bir tarixçəsini araşdırın. Nə qədər gənclərə hədəflidir, nə qədər gənclər bundan faydalana bilər. Change the World-ün ən azı dünyada 25 il geridə qoyduğu tarixi var. Böyük bir tələbə networku var. Və biz hər il BMT-nin baş ofisində yarışlarda keçirir və maraqlı... Bildiyimiz BMT-dən gedir ha söhbət. Və maraqlı odur ki, biz bu yaxınlarda bilirsiniz, Cənab Prezidentimiz və Azərbaycan diplomatiyası BMT-nin baş ofisində ölkəmizi təmsil etdilər və bu səfərdən sonra bizim bütün tələbələrimizdə sanki onlar hansı binada olduqları məsuliyyətini geri aldılar və hamısı dayanmadan mənə yazırdı ki, müəllimə, mən o binanın içərisindəki şəklimi çəkində. Amma buradan səslənirəm, Şahilə müəllim o şəkili çəkəndə hamısı əsəbləşir ki, nə qədər şəkil çəkirsiniz, yorulduq, bezdiyik və o binanın əzəmətini bu dəfə onlar artıq efirdən, sosial mediyadan Cənab Prezidentimiz orada olandan sonra tələbələrimiz anladı ki, onlar gələcəkdə Azərbaycanı təmsil edəcək insanlardırlar və liderlərimizdir inşallah. Yəni, həqiqətən də bu bizim üçün qürur vericidir ki, Azərbaycan gəncliyi ən əsas
Biz 10 mindən çox tələbənin yer aldığı bir networking içərisinə düşürük, dostluqlar qazanırıq və Change the World-ün özünün akademiyası var və bu akademiya tələbələrə karyera planlaması verir, onlara xarici dünyada sözünü demiş diplomatlar tərəfindən mentorluq təlimləri verir, onların sabah universitetə müraciət edən zaman onlardan referans alma imkanı var. Hətta bizim Change the World öz tarixində Bill Clinton kimi, Kofi Annan kimi, hətta Valeria Biden, bizim çox dünyaca məşhur siyasətçilərlə panel müzakirələrində iştirak edirlər və bunun özü də onlar üçün bir fərqli bir təcrübədir. Onlar 12-13 yaşından dünya liderlərindən panel müzakirələrində iştirak etmək, o dünyadakı olan problemlərin həllinə dair fikir mübadiləsi aparmaqları özü bir məktəbdir, mən düşünürəm və bunu o uşaqlara onlar belə buradan keçib zamanında. Bəli. Wow, super. Və onlar bizim qonaqlarımız olur, dünyaca məşhur siyasətçilər. Və düşünürəm ki, bunun özü də bir başqa avantajdır. Hal-hazırda biz neçə yaşdan sonra götürürsünüz övladı? Change the World-ün minimum yaş limiti 12-dir. İstisna hallarda 11 yaşda götürülür. Və 12 yaşdan üzəri və ingiliscəsi B2 səviyyəsində, B1 səviyyəsində olan WhatsApp-a bir sual gəlib ki, ödənişlidirmi? Bəli, ödənişlidir və ödənişli odur ki, siz sadəcə burada konferansın fiyini ödəyirsiniz, bir də yol pulunuzu ödəyirsiniz. Ortalama neçə? Və ölçüyə görə bu dəyişə bilir. Yəni onu stabil. Ortalama belə. Məsələn, hər layihədə ödəmə, birincisi bu konferans, yəni özü non-profit, yəni özləri maliyyələşdirilmir. Yəni otel xərcləri olur. Məsələn, hal-hazırda Abu Dhabidə 5 günlük qeydiyyat, sırf otel xərcləri falan konferansın özünün hazırlığı 1250 evro civarında dəyişir. Yaxşı. Amma bilet falan da, toplam biz aktivitelər də falan da düzənlir. Valla bir valideyn onsuz il ərzində bir uşağa 5 dəfə pulu xərcləyir. Amma sən ildə bir dəfə pul yığıb övladını ora göndərsən, onun bütün gələcəyini, xarakterini, tərbiyəsini, gələcəyini, karyerasını, hər birini xilas edə bilərsən. O həqiqətən tələbələrdə bir motivasiya yaradır. İngilis dilini daha məqsədli öyrənmə, rəqabət hissi, ingilislər buna deyir, competition və cooperation hissini tələbələrə öyrədir. Bunun özü də ən böyük avantajlarından biridir bu layihənin. Əla. Davam eləyək dostlar. Mən icazənizlə sponsorlarla danışım. Sponsor məlumatı. Efirimizin baş sponsoru Metsan Panel'dir. Metsan Panel Qafqazın ən böyük, ən uzun istehsal xəttinə sahib bir belə deyək də istehsalatdır, zavoddur və Metsan Panel'də siz sendviç panelləri sifariş edə bilərsiniz. İstilik və izolyasiya, səs izolyasiyası ilə məkanınıza bir uzun ömürlük qata bilərsiniz. Ambar, zavod, idman zal, alış-veriş mərkəzi, prefabrik tikillər istəyənlər gərək hər ölçüyə və dizayna uyğun bir Metsan panellə məsləhətləşsin. 055 65 95. Təşəkkür edirik. Biz isə davam edirik. Əziz avtomobil idarə edənlər, Everydensondan danışmaq istəyirəm. Çünki diqqət mənə diqqətlə qulaq asın, xahiş edirəm. Kimin avtomobili varsa ona faydalı məlumatımız var. Deməli belə, Everydenson PPF boya qoruyucu plyonkalarından danışırıq. Bugün Everydenson PPF boya qoruyucu plyonkaların özəllikləri ilə sizi tanış edək. Qulağınız bizdə olsun. Avtomobiliniz üçün peşəkar qoruma avtomobillərin boya səthini gündəlik təsirlərdən, cızıqlardan, bir də görürsən ki, heyvanlar batırır da, yəni quşdur, pişikdir, bir də görürsən avtomobil üzərinə çıxırlar. Ağac şirələrindən qoruyur, digər xarici təsirlərdən qoruyur Everydensonun PPF məhsulu. Məqsəd avtomobilin estetik görünüşünü uzun illər saxlamaqdır. Boya qoruyucu plyonka hissə detallara yapışdırıldığı üçün yalnız zədələnən hissənin boya qoruyucu plyonkasını, yəni PPF-i dəyişmək kifayətdir. Əlaqə nömrəsi 055 327 0074. Təşəkkürlər. Həmçinin avtomobil mühərrik yağı üçün də sizə tövsiyəmiz var. Hörmətli xanımlar və cənablar, nəzərinizə çatdırım ki, Dev markasından istifadə edin, tövsiyə olunur. Çünki Oloil'un Azərbaycan rəsmi nümayəndəsi olduğu Dev markası mühərrikimizin uzun ömürlü gücüdür deyərək, istər minik avtomobilləri olsun, ağır texnika, mühərrik yağları, soyutma mayeləri, ədbulu sənaye yağları, sürətlər qutusu, hidravlik yağlar fərq etməz. 099 941 14 14 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Belə. Həmçinin əziz iş adamları diqqətlə qulaq asın. Mobil qrupdan danışaq. Mobil qrup müxtəlif yüklərin beynəlxalq daşınmasını, həmçinin gömrük rəsmiləşdirilməsini, operativ və etibarlı şəkildə həyata keçirilməsini sizə 7/24 maksimal dərəcədə həyata keçirir. Şirkət peşəkar komanda müasir logistika həlləri ilə idxal-ixrac proseslərini sadələşdirir. Daşınma sənədləşmə mərhələsində tam dəstək göstərir hər kəsə. Mobil qrup bütün mərhələlərdə şəffaf əməkdaşlıq, yüksək keyfiyyət. 051 333 99 və yaxud ulduz 9090. Təşəkkürlər, minnətdarıq bizim əziz dostlarımıza, amma avtomobil həm də saz vəziyyətdə o zaman olur ki, onun keyfiyyətli benzin olur. Bax, ona görə də enerjiniz bizdən gəlir deyir Red Oil. Yeni başlayıb, biz onlara bütün rəhbər heyətə komanda uğurlar arzu edirik. Ünvan deyəsi olsaq, Zabrat şosesi Kürdəxanı yolunda yerləşən Red Oil sürücülərə 92 həmçinin premium və dizel yanacağını təqdim edir etibarlı, ekoloji və qənaətli şəkildə. 10 litr yanacaq alanlara həm oradakı marketdə 5% endirim var, həm də ki hər litr üçün 1 qəpik bonus. 051 476 76 onların əlaqə nömrəsidir. Biz isə davam edək. İşin adamı bizdəndir. İşinin adamı davam edir. Qonağımız Şeyin Akademiya rəhbəri Jalə xanımdır, Jalə Bəhramova. Jalə xanım, çox mövzu var, danışa bilərik. Mən çalışıram sizin sözünüzü kəsməyim. Buyurun, yenidən pas sizdədir. Necə deyərlər, ətraflı bizə məlumat verin. Digər layihələrinizdən, digər sizin xidmətlərinizdən. Buyurun. Və bizim əsas hal-hazırda fokusumuz və əsas fokus olduğumuz mövzulardan biri tələbələrimizin ingilis dilinin inkişaf etdirilməsi və onların il sonunda beynəlxalq universitetlərdə xaricdə təhsil alma xəyallarını gerçəkləşdirməkdir. Və Şeyin Akademi olaraq bir çox sürətli proqramlara start vermişik və hal-hazırda Speed Up Speaking proqramımıza start veririk. Ora neçə yaşdan sonra başlayır? Burada əsasən bu proqram əsas hədəflərimiz 9-cu, 10-cu, 11-ci sinif şagirdləridir. Bəzən bəs ən yaş neçədən başlayır? 6, hətta 5 yaşından da başlayırıq. Doğrudan. Bəli, 5 yaşdan da etibarən, yəni Kids English'ımız var. Onda bu proqramlarımızda həm xarici, həm də lokal müəllimlər. Onda mən rahat övladlarımı gətirə bilərəm. Sevə-sevə. Nərmanov filialına gətirir. Bəli, Nərmanov 28 fərq etmir. Super. 28-də yeni filialınızda oldum bu yaxınlarda. Şeydə, Entry'nin üzərində. Məsələn, bina dəyişimi oldu. Yeni, zaten biz 28 ərazisində var idi. Amma yeni binaya keçdik. Mən Nərmanovdakini bilirəm. Buranı bilmirdim. Burada da bir xeyli maşallah genişdir, ərazi genişdir. Buyurun, davam eləyək. Yəni Speed Up proqramımıza start vermişik və bu proqramda əsas məqsədimiz qısa müddət ərzində tələbələrin general səviyyəsini qaldırmaq və onlara IELTS nəticəsi əldə etmək, daha sonra xaricdə təhsil xəyallarını gerçəkləşdirməkdir. Bəzən deyirlər bu mümkünsüzdür, amma mümkündür. Keçən il biz xatırlayıram, Nazim adlı bir tələbəmiz vardı. Biz başlayanda səviyyə elementary idi və düşünürlər ki, mümkünsüzdür ki, biz bu müddəti həm IELTS yığaq, həm viza alaq, qəbul alaq. Amma biz qısa bir müddət ərzində, tam 6 ay çərçivəsində həm generalımızı qaldırıb elementarydən intermediate-ə qədər gətirdik. Burada təbii ki, tələbənin əzmi də var. Daha sonra IELTS balı əldə etdik və daha sonra universitetə qəbul vizasını alıb yola saldıq. Yəni bu kimi hallar tez-tez olur və bu da sadəcə həm tələbənin əzmi, təbii ki, mən bunu həmişə deyirəm. Amma eyni zamanda düzgün yanaşma, strategiya və məsuliyyətli yanaşma da nəticə verir. Və bu ildə eyni məqsəd üçün çalışırıq və tələbələrimizə bu sahədə xidmət etməkdən qürur duyuruq və il sonunda isə gözəl anılarla dolu olan London kampı bizi gözləyir və bu illəri tələbələrimizin uzun zamandır gözlədiyi Asiyada layihə start verəcəyik. Və düşünürəm ki, bizimlə yola çıxan, bəlkə bizi dinləyən bütün tələbələrimiz və valideynlərimiz təsdiqləyə bilər ki, biz onlara ən yadda qalan və ən gözəl kampları yaşadırıq. Özü də siz ora gedəndə çox qəribə bir yaxşı hava var. İndi hər adam cəmaət öz övladını buradan nə bilim bura kiməsə etibar eləmir. Sizə maşallah dünyanın başına bir. İkincisi bir də sizə inanırlar ki, siz həqiqətən də bir belə ana qayğısı göstərirsiniz də onlara. Bir də bəzi valideynlər də sizlə yola çıxmağı xoşlayır deyə qoşulub sizə gedirlər. Eynən, əslində çox feedback almışam ki, mənə deyirlər siz yaxşı yol yoldaşısınız. Mən həmişə apardığım tələbələrə belə baxıram ki, mən olsaydım, mənim övladıma kiməsə versəydim, ona necə baxardılar? Yəni hər birimizin həyatda ən dəyərli sahib olduğumuz varlıq övladlarımızdır və onu mənə
əmanət edirlərsə, mən bunun məsuliyyətini dərk edirəm və maksimum dərəcədə çalışıram ki, onları xoşbəxt edim, onların yadda qalan səfərləri olsun və illərdir ki, bizə sonsuz güvənən, hətta bizimlə dünyanın bir neçə ölkəsində olan tələbələrimiz var. İnanırsınız ki, tam səmimi deyirəm, biz heç vaxt Barcelonada kampi həyata keçirtmirdik və mən ümumiyyətlə yay kampı yalnız Londonda edirəm. Heç bir ölkədə yay kampını çox hədəfləmirəm. Və bu illər bizim Barcelona kampımız məhz bizimlə bütün layihələrdə iştirak etmiş, bir çox ölkəni görmüş tələbələrimizin istəyinə görə düzənlənmişdi və kampda demək olar ki, hamı bir-birini tanıyırdı. Bir-iki dənə bizi ilk dəfə tanıyan valideynlər var idi. Yəni bu məni sevindirir ki, bu sevgini qazana bilmişik və onlar bizimlə, indi mənim o komandam artıq Asiya istəyirlər, yeni bir ölkə istəyirlər ki, bizim olmadığımız bir ölkə olsun, maraqlı olsun və bu da məni həqiqətən sevindirir ki, demək ki, bizim də yol İstəklərə bax. Bəli, onlara maraqlıdır. Bu bilirsiniz nədir? Həm ziyarət, həm ticarət söhbətidir. Bəzi valideynlər gəzmək istədiyi yeri deyirlər ki, yoldaşından pul ala bilməyənlər deyir, mən gəzmək getmirəm ki, mən uşağı oxutmağa gedirəm. Bu məsələ də var. Qəşəng, əla və həm də biz bu apardığımız səfərlərdə eyni zamanda tələbələrimizi bir çox partner olduğumuz şirkətlərlə, universitetlərlə, məktəblərlə də görüşdürürük. Bir də onlarda yəni stimul yaradır bu ki, yəni mən də xaricdə təhsil ala bilərəm, reallaşdıram və bir çox tələbələrimiz var ki, bu səfərlərdən sonra xaricdə təhsil özünə hədəf qoyublar. Bir dənə gəlin məntiqi sual verək özümüzə. Bax, ora mən valideyn kimi, dinləyici olan bir valideyn kimi belə bir sual verirəm ki, deyək ki, mən Jalə xanımı tanımıram, heç kimlə də onun haqqında eşitməmişəm, şirkət haqqında eşitməmişəm. Belə bir sual gəlir. Bu qoydum uşağı bura, bu nə qazandıracaq uşağa? Layihəni mi deyirsiniz, yoxsa ümumiyyətlə kamplarımız deyirsiniz? Hər ikisi. Hər ikisi. Mən ümumiyyətlə son zamanlar... Mənə görə şirkətin adını sabah siz, nə bilim, XY da qoysanız, mən sizin qapınıza sizə görə döyəcəm. Yəni, biz Jalə xanımın xətrini çox istəyirik, Jalə xanıma inanırıq, onun yanaşmasına. Çox qəlbi bir şeydir, dostlar. Keçən dəfə deyirəm, 28 filial, axşam saat neçəydi ay oldu, 8-9 idi, nə idi? Belə girdim, mən düşünmədim ki, Jalə xanım orada olardı. Deyirəm, salam, Jalə xanım necədir? Deyirlər ki, içəridə dərsdədir. Hada maşallah dayanmır da. Yəni normalda işi bu qədər böyüdən, genişləndirən insanlar artıq dərs demirlər, yalnız idarə ilə. Siz də yenə də işin üzərindəsiniz. Mən bu mənim ən çox aldığım suallardan biridir ki, artıq müəllimliyi at və s. Mən həmişə demişəm ki, bəlkə də məni digər kurslardan fərqli edən ki, mən bu işin içindən çıxmışam və öz həyatımı müəllimliklə qurmuşam. Və mənim üçün ümumiyyətlə müəllimlik bir həyat eşqidir. Mənim yaşama səbəbimdir. Mən dərs deməyəndə, aydıq mən xarici səfərlərə gedirəm. Maksimum bir həftədən sonra sanki mən həyatımda nəsə çatırmış. Dərs demək istəyirsə. Yəni onu həyatımda bir boşluq hiss edirəm və bunu mən dostlarıma, ətrafıma heç vaxt anlada bilmirəm ki, müəllimliyi mənim həyatım bir həyat tərzidir. Yəni mən özümü tanıyandan 18 yaşımdan dərs deyirəm və sıfırdan öz həyatını quran insan üçün o daha kutsal olur. Sanki düşünürəm ki, müəllimliyini atsam ona olan sədaqətə də xəyanət etmiş kimi qəbul edirəm belə. Həm də sanki Jalə müəllimə olmaq məni daha çox sevdirir. Nəinki Jalə Bəhramova olmaq. Hətta bu yaxınlarda mənim sosial mediamda bir sorğu keçirdilər. Jalə teacher yoxsa Jalə Bəhramova. İnanın ki, hər kəs yazır ki, Jalə teacher. Demək ki, insanlar məni bir Jalə müəllimə obrazımı daha çox sevirlər. Mən özüm də özümü o obrazda daha çox sevirəm. Nəinki başqa bir obrazda. Bir o tərəfdir. Bir də bayaq sual verdiniz ki, məsələn, uşağım nə qazandı? Mən son zamanlar sosial mediada bəzi insanlar təbliğat aparırlar. Ay, yay kampı effektsizdir, yay kampı şəhəri gəzdirir, küçəni gəzdirir. Mən bundan heç razı deyiləm. Ümumiyyətlə London hər bir uşağın xəyalıdır. Biz 5-ci sinifdən, yadınızda bizim də dövrümüzdə 5-ci sinif kitabında Big Ben görürdük. Nə bilim, London bas görürdük. Bu bizə uşaqlıqdan təbliğ olan bir şeydir də. Yəni telefon köşkü, qırmızı rəng. Bəli, yəni bu bir ingilis dili deyəndə mən düşünürəm ki, bu insan hər kəsin beynində bir canlanma var və mən düşünürəm ki, ingilis dili sayəsində ingilisini oxuyan hər bir gənc bunu görməli. London, yəni əksər uşağın, yəni maddi durumu olan hər bir kəsin, yəni ingilislər bir must olan bir şeydir. Yəni etməlidirlər, görməlidirlər deyə düşünürəm. Çünki həm təcrübə olaraq, həm bu bir şeyi real həyatda görürsən, həm də bu uşaqların sosiallaşması. Siz təsəvvür edin ki, sizin uşağınız 15 gün sizdən ayrı qalır. Yataqxana şərtləri altında qalır
Və bu yeməkdir, içmək məsuliyyətidir, qrafik ilə durmaqdır, universitetin auditoriyasında Nizam, intizam. Yəni bu ən azından bir 15 günlük bir trialdır ki, sizin uşağınız 15 gün sizin nəzarətiniz olmadan bunu edə bilir, yoxsa yox. Genəldə də London kampına gedən uşaqların əksəriyyəti bizim getdiyimiz 12 yaşdan 16 yaşa qədərdir. Yəni o heç bir 18 plus uşaq durub London kampına çox nadir hallarda gedir 19. Amma yəni getməsi də sorun deyil. Yəni dil kursu həmişə faydalıdır. Bunu təbliğ edir, amma mən düşünmürəm. Yəni mən bu işi görürəm deyə demirəm. Mən şəxsən mən də valideyn olsaydım, bu əgər imkanım varsa bu imkanı uşağıma sunardım. Niyə də yox? Bir söz var, çox gəzən çox bilər. Və gəzdikcə də uşaq yeni bir şeylər öyrənir. Motivasiyası yaranır, hədəfi yaranır. Mən bir nümunə göstərəcəm. Bizim bir tələbəmiz vardı. Aşırı adını çəkmək istəmirəm, amma ölkəmizdə tanınan bir həkimlərdən övladı idi. Bir gün xanım oğlunu yeniyetməlik dövrü çox çətin xarakterli bir oğlan uşağı idi. Gətirdi, dedi ki, sizin haqqınızda çox eşitmişəm, bu uşağı sizə verirəm. Və istəyirəm ki, bu getsin xaricdə təhsil alsın. Amma bu uşağın fikri bir türlü dəyişmir. Və bildiyiniz maço tipli bir oğlan uşağı idi. O qədər çox, həqiqətən də dəyərlidir, çox sevirəm. Amma zamanında mənim üçün bəlkə də o qədər çətindir o uşaqla yola çıxmaq. Təsvir ki, biz Londona getmirik. Amma adam deyir ki, mən gedib nə bilim kollecdə oxuyacağam, nə edirəm, oxumaq istəmirəm. Və biz Londona gedəndən sonra o uşağın sanki fikirlər, biz dünya orada gəzdik, biraz Londonun üstünlükləri, ingilis dili və s. bir mühitə düşdük. Daha sonra bu uşağın yolumuz uzandı. Biz bir gün sonra İzmirə getdik. Daha sonra İsveçrəyə getdim. Mən bu uşağına fərqli ölkələrdə layihələrdə yol aldım. Və həyat ergəsi biz ingilislə başladıq hazırlaşmağa, yaxşı IELTS nəticəsi əldə etdik. Birinci İzmirə qəbul olduq. Getdik Türkiyədə təhsil almağa. Adam Türkiyədə oxuyandan sonra dedi ki, mən Türkiyəni bəyənmirəm. Mənim istəklərimi qarşılamır. Mən istəyirəm daha başqa bir mühitdə. Biz yenidən hazırlaşdıq və o həmin tələbə indi Kanadada oxuyur və Kanada yaşayır, Torontoda. Və Amerikada Kanadada çox yaxşı bir universitetlərdə təhsil alır və artıq həyatını orada qurub. Əgər mən onda düşündüm ki, xeyr, heç elə deyil. Bəzən bu tipli kampların olması belə bəzən bizim övladımızın karyera planlamasını, həyat yolunu, məqsədini dəyişir. Çünki o kampa gedən uşaqlar da zaten bir hədəfi məqsədi olan uşaqlardır. Yəni və o mühitdə olmaq belə sizin övladına bir networkingdir. Biz iş adamları necə özümüzə networking araşdırırıqsa, inanın ki, bizim uşaqlarımızın da düzgün networking olmalı. Bizim uşağımız yaxşı mühitdə insanlarla dostluq edirsə, xaricdə təhsili hədəfləyən tələbələrlə, uğurlu karyera qurmaq istəyən uşaqlarla oturub durursa, onun da hədəfi olacaq. Yox, əgər o tipli uşaqlarla oturmursa, biz onu imkanımız varkən onu kənara çəkiriksə, biz ondan daha yüksəyini hədəfləməyə qoya bilmərik. Yəni bu həmişə belə. Biz mühitə düşürük, mühit bizi yetişdirir. Bəzən mənə deyirlər ki, siz necə oldu ki, bura qədər bunu elədiniz? Çünki mənim düşdüyüm mühit bunu mənə tələb elədi. Mən dostlarımı gördüm, qrup yoldaşlarımı gördüm. Yəni xaricdə təhsil aldığım qrup yoldaşlarımı deyirəm, onların kariyer yolunu izlədim və bu məndə böyük motivasiya yaratıyor. Onlar edirsə mən niyə etmirəm? Bir də zaten insan çaba qoyduqca onun qarşılığını da görür. Və mən düşünmürəm ki, hansısa bir London kampı uşaq üçün faydasızdır. Və mən buna yanaşmıram. Və eyni halda da bizim həyata keçirdiyimiz layihələr Change the World mənim üçün lifelongdur. Mən düşünürəm ki, hər bir məktəbli bu. Mənim şəxsən təklif etsəklə, mən ümumiyyətlə buradan təhsil sahəsində olan təhsil nazirlərimizə belə müraciət edərdim ki, biz dərslərdə ümumiyyətlə Azərbaycan təhsil sisteminə public speaking adlanan bir dərs daxil olmalıdır. Biz gedirik bizim üçün çox doğma olan Marsul qrupun təqdimatına. İnanın ki, adamların neçə milyonluq dövriyyəsini şirkət idarə edir, amma özünü təqdim etmə bacarığı yoxdur. Biz bunu məktəbdən öyrənməliyik. Bizim məktəblərimizdə indi biz başlayırıq ki, biz prezentasiya hazırlamaq olar, bir mövzunu müzakirə edə bilər, amma bu bir əsas fən olaraq uşaqlara təbliğ olunsa, belə bir məktəbdə kiçik debatlar olsa, uşaqlar durub böyük bir auditoriya qarşısında, mənim bu günlərim 40 yaşım olur bugün sabah, mən indi public speaking dərslərinə gedirəm ki, bədən dili öyrənim, daha yaxşı auditoriyanı, amma biz bunu məktəbdən öyrənsəydik daha yaxşı olardı, mən düşünürəm. Olcay xan, belə uzaqdan baxıram, sizlə neçə ildir dostluq, neçə ildir dəfələrlə efirə sizi dəvət eləmişəm, belə günü-gündən belə daha rahat danışırsınız, çox xoşdur. Bu da ona gətirib çıxarır ki, təcrübə. Birazdan yenidən danışacağıq. Olar? Olar. İşinin adamı davam edir. Sponsor məlumatı. Hörmətli dostlar, sponsor məlumatı ilə efirimiz davam edir. Mən arzu edərdim ki, bizi diqqətlə dinləyin, çünki sizə bir mənalı faydası var sponsorlarımızın. Red Oil'dan danışaq. Enerjini bizdən alın deyirlər. Çünki Red Oil
Zabrat şosesində Kürdəxanı yolunda yerləşən yeni qurulmuş bir yanacaq doldurma məntəqəsidir. İstər 92 olsun, istər premium, həmçinin dizel yanacağı etibarlı ekoloji qənaətli şəkildə təqdim olunur. 10 litr yanacaq alana marketlərdə, həmin o marketdə hansı ki Red Oil'da yerləşir 5% indirim var. Həmçinin hər 10 litrdə sonra siz 1 qəpik bonus əldə edə bilirsiniz. 051 476 76. Təşəkkürlər. Və hörmətli xanımlar və cənablar, nəzərinizə çatdırmaq istəyirəm ki, avtomobiliniz varsa, gərək ona bir diqqət yetirəsiniz. Ona görə də Every Denison'dan yararlana bilərsiniz. Every Denison'ın PPF boya qoruyucu xidməti var. Daha dəqiq desək, bu qoruyucu plyonkalardan biz danışanda bildirək ki, görüntülərdə indi görürük. Every Denison PPF boya qoruyucu məhsulu ilə avtomobilinizdəki kiçik cızıqlar qısa müddətdə plyonkanın səthində bərpa olunur. Bir söz var, məşhur. Bez kraska ilə qoruma ilə boyanın zədələnməsinin qarşısını alır. Hər hansı hissə zədələndikdə yalnız həmin hissə rahatlıqla dəyişdirilə bilir. 8 il rəsmi zəmanət, uzun müddətli etibar, hamısı bir arada. Quraşdırmadan 2 həftə sonra mütləq yoxlanışa gəlin ki, ola bilər də qulluq zamanı nəyəsə ola bilər və yenidən baxın və qulluq olur avtomobilə. Mərhələli avtoyuma, polirovka və PPF-ləmədir bizim əsas gücümüz və nəzərinizə çatdıraq ki, Every Denison PPF boya qoruyucu plyonkası avtomobilinizi sadəcə qorumaq üçün deyil, ona dəyər və uzun ömürlük qatmaq üçündür. 055 327 0074 təşəkkür edirik onlara da. Və hörmətli xanımlar və cənablar, nəzərinizə çatdırmaq istəyirəm ki, BF Group şirkətlər qrupu sponsorumuzdur. Orada Kanat İnşaatdan xüsusi danışmaq istəyirəm. BF Groupa aid olan şirkətlərdən biri də Kanatdır və Kanat Alüminium şirkəti Türkiyənin ən öndə olan markalardan biridir və Azərbaycanda da Kanat Alüminium LTD şirkət adı altında rəsmi nümayəndəliyi var. 2011-ci ildən etibarən fəaliyyət göstərir. Şirkət cam balkon, geotsin profil və aksesuarların topdan pərakəndə satışını, pergola sistemlərinin quraşdırılmasına həyata keçirir. 050 998 1001. Təşəkkür edirik onlara. Minnətdarıq, biz isə davam edirik. İşinin adamı studiyadadır. İşin adamı studiyadadır. Jale xanım, son dəqiqələrdə artıq sürətlə gəldi, keçdi vaxt. Ən sonda, ən vacib sizcə verəcəyimiz məlumatlar hansılardır? Ən sonda verəcəyim məlumat odur ki, bütün valideynlərimiz övladlarının ingilis dili öyrənməsinə çox önəm versinlər. İngilis dili demək olar ki, onlar üçün sonsuz imkanlar yaradır. Sizcə Amerikan İngilizcəsi dəvdədir, yoxsa İngilisi? Mən fərq görmürəm, yəni. Yəni o önəmli olan ingilis dilini öyrənməsidir. Təbii ki, onların hansı sahədə İngiltərəmi yoxsa Amerikanmı təhsilini seçəcəklər. O önəmli olan mənə görə əsas odur ki, ingilis dilini öyrənsinlər və daha sonra düzgün seçimlər etsinlər. Hər sosial mediada beynəlxalq adı altında onlara təbliğ olunan layihələrə inanmasınlar. Və bu sahədə təcrübəsi olan, ümumiyyətlə övladları hansısa bir beynəlxalq layihəyə kampa qoşulanda onu mütləq şəkildə araşdırsınlar ki, bu nə dərəcədə güvənilir bir şeydir. İnanın ki, bizdə trend necədirsə dünyada da elədir. Bu günlərim işinə hakim ola bilməyən insan tür şirkət açır. Nə bilim, insanlar görür ki, bir sahədə maraq var, hamı o sahəyə axışır və bu dünyada da belədir. Amma bu mövzularda diqqətli olmaqlarını səsləndirirəm. Və ən əsas övladlarında əgər imkanlar varsa bu fərqli təcrübəni yaşatsınlar. Sonda da qeyd edim ki, bizim Fransa layihəmiz və UNESCO-nun baş ofisində həyata keçirəcəyimiz layihəmizə qeydiyyat açıqdır. Əminliklə deyə bilərəm ki, hər bir məktəblinin yaşamalı olduğu ən fərqli və ən gözəl təcrübələrdən biridir. O heç vaxt unudulmur. Bəli, övladınıza yaşadın və növbəti mərhələdə biz New Yorkda olacağıq, daha sonra FAO-da olacağıq. Mən düşünürəm ki, onlar bunu görməlidirlər və o təcrübəni yaşamalıdırlar. İnşallah. Qısa sonda əlaqə nömrəniz? Əlaqə nömrəmiz 050 497 04 33. 050 497 04 33. Əla.
Təşəkkür edirəm Jalə xanım, minnətdaram. Mən sizə Uğurlar təşəkkür edirəm fəaliyyətinizdə. dəvətiniz üçün, bu şəraiti yaratdığınız üçün. O qədər gözəl danışdınız ki, artıq bax, bir müştəriniz var. Sağ olun. Təşəkkürlər, var olun. Hörmətli xanımlar və cənablar, qismət olsun sabah yenidən eşidilərik. İşinin adamı Jalə xanımı idi. Şeyin Akademiyanın rəhbəri bizlə idi. Bu günlük isə nəzərinizə çatdıraq ki, İşinin adamı bitti.